Salam dostlar, istəyirəm mətləbi ərz eləyəm ki, 5-10 dəqiqə bundan qabaq ona müvaciə oldum və mütmənnəm siz də bu qəziyyəni görübsüz və bu qəziyyədən gileyməndisiniz. O da budur ki, istəyirəm Federasiyonu futboldan sual eləyəm ki, ay federasyon siz gətirib Bunyan Dizelin, vərdişgah Bunyan Dizel hələ yadgar İmam Səhənd, hər hansı gətirib bulan biletdən 150 mindən, 100 mindən qabısı 300 minə nə mən imkanatı izafə edib sonra? Buna bir cavab versinlər də. Və demək olar hər nə cürəmdir ki, eləyirlər federasyon hər nə işə istəyir, əl qoyur ki, fəqət traktorun başını kəsir. O həftəyə qəblədən ki, xuda şükür bəhanə vermədik. Davərlərin əlinə üz gördünüz, davərlər nə cür nə vəziyyətdə idi. Bunlar hamısı bizlə müşkülü var idi. Xuda şükür bir səhnəyə məşkuk gəlmədi ki, bir dənə ixracdan zaddan verək və ya penaltı tutası bahana. Bu da bu yöndən ki, bileti gətirib elə 300 min tümən. Hədəf budur ki, mən sən getməyək. Vərdişgah boş ola. Traktor bedun himayət qala və imtiyaz əldən verəm. Və bu işlər vaqəən şərmavərdir. Fəqət bilmirəm ki, nə qədər bunlar vəqihdirlər. Bu qolyarı üzlərinə suyu tökülüb bu qəziyyədə ki da sən üzlərinə də almırlar bu sözlə. Doğumda mətləbi ki, var idi, istədim xidmət ərz eləyəm. İntiqadımız olsun peyc rəsmi başqatdan. Ay Kərimə Cəmalə. Nə vaxt zəng gələcəksən qardaşım? Düzdür, qiymətçisi təyin eləmir, başqa təyin eləmir. Vəli xop, sən ki bir əks eləməli nişan verə bilərsən, biz bilək ki, sən bizim dalımızda durubsan. Sən bizə bir işi gördün. Sən nə vaxt bir işləyəcəksən? Sən peyzi kim verib bunun əlinə bu? Vaqəən mütəəssifəm.